4 gün biz Məşəd ziyarətində qaldıq, imamın ziyarətində. Və bu gün artıq axırıncı gündür. Demək olar ki, bir neçə saatdan sonra, 1-2 saatdan sonra gedəcəyik, qaydacağıq vətənimizə. Nə hal yaşayırsan, nə hiss yaşayırsan, ağanın ziyarətindən ayrılırsan, nə hiss yaşayırsan? İnan ki, Kərbəlayı sonra mən bax bunu yoldaşıma da deyirdim, elə oteldə qalanda ki, yəni çaş ki burada yaşayardım da, yəni imam olan yerdə, yəni inan ki, heç kim üçün darıxmırsan da, yəni imam anadan, atadan da üstündür sənə, yəni inan ki, imamın yanında darıxmaq mümkün deyil. Yəni elə təəssüflənirəm ki, bir İmam Hüseyn əleyhissalamın hərəmidir, bir Kərbaladır ki, bunlardan ayrılanda yəni gözümün suyu dayanmır, özümdən asılı olmur, bir ixtiyar yəni gözümün suyu axır elə. Heç ayrılmaq istəmirəm. Elə fikirləşirəm ki, inşallah Allah nə qədər qismət edəcək yenə gəlim bura mən. Yəni imama canım fədada, yəni o dərəcədə çox sevirəm, heç ayrılmaq istəmirəm. Oteldən də elə ancaq asta-asta düşürəm ki, çaş ayrılmayım yəni mən bu oteldən ki, hərəmə dəyəm. Ziyarət elə bir ziyarət ki, bütün müsəlmanların gəlməyinin çox əsaslı, həm də möhtərəm bir ziyarəti. Onlar bu ziyarətə gəlməyi ona görə yaxşıdır ki, onlar bu ziyarətdə özlərini daha da necə imama yaxın olduğunu göstərir. Onlar necə də Əhl-i Beytə aşiq olduqlarını göstərirlər. Mənim hissim odur ki, özümdə çox rahat hiss elədim. Burada qıldığım namaz, burada etdiyim dualar və ibadətlər mənə çox həqiqətən bir yüngüllük gətirdi. Mənə elə bir rahatlıq verdi ki, qəlbimin sanki göylərdə olduğunu hiss elədim. Allah Teala imamımızın hərəmini sanki yer üzünə ikinci bir cənnət olaraq göndərib. İnşallah ki, bütün müsəlmanların bura ziyarət etməyini arzu edirəm. Kim ki, nə hadətlər var, nə dualar var, Allah qəbul edir. İstilər egodan elə gözəl, o qədər yəni möhtəşəmdir ki, yəni bunu kəlmələrə sığmaz da, yəni bunu sözlə anlatmaq olmaz. Bunu ancaq yaşamalısan. Yaşamalısan, onu ancaq belə bilməlisən. Yoxsa belə səhərdən axşama, axşamdan səhərə bunu danış, istilər Allah yəni qurtarmaz, mümkün deyil.